olmuş hadisə, yəni bu İslam ölkələrinin birisində deyir ki, yol çəkilirdi, dövlət bir yerdən yol keçirdi, bir qəbirstanlığın yanından keçirdi. Dedilər ki, bu qəbirstanlıq sökülməlidir, daşılmalıdır. Alimlərdən də soruşdular, dedilər ki, bəli, qəbirstanlığı daşımaq olar. Bir çıxardırdıq, deyir, bir qəbir açdıq, deyir, şoka düşdük. Sanki o insan, deyir, dünən bastırılıb. Elə eyni formada durur, çürümüyüb, üzü də gülür. Allah. Soruşduq oradakilardan, dedilər ki, bu filan kəndinin vəfat edənləri dəfn edirlər kəndin yanında. Getdik ora, dedi ki, bu dəfn olunan kim? Dedi ki, 30 il əvvəl dəfn olunub. 30 il? 30 il əvvəl, deyir, çıxartdıq, sanki deyir, dünən deyir, bastırılanıb, dünən. Üzü də gülümsüyür, deyir. Allahın möcüzəsinə bax. Allah təala bəzən insanlara göstərir. Cənazəni apardıq atasının evinə, deyir. Qapısını döydük, çağırdıq, dedi, bu sənin oğlundur. Az qalırdı, kişinin ürəyi də gedəcəkdi. Dedi, bu mənim oğlumdur, bəli. Alnından da öpdü ki, Rəbbimə şükürlər olsun, 30 il əvvəl dünyasını dəyişib. Özü yaşlaşıb kişi. Yenidən hansı yerdə ki, o sümükləri köçürmürlər, onu apardıq, dəfn elədik. Qayıtdıq atasının yanına ki, bu nə əməl sahibi idi? Deyir, subhanallah, deyir. Heç zaman, deyir, ömründə deyir, səhər namazına yatmazdı. Hər gün gəlirdim qaldırmağa, deyirdi ki, ata qalxmışam. Və bir də hər zaman deyir, nə imkanı var, gedərdi kasıblara yardım edərdi, əl tutardı, onları sevindirərdi. Bu iki əməlinə görə Allah təala icazə verməyib ki, çürüsün və insanlar görsünlər bunu. Allah təala həkimdir, Allah təala hikmət sahibi. Bəzən insanlara göstərir ki, ey insanlar, ayrılın, dünya dediyiniz budur.